Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Başqalarının sizə hər zaman demirəm, çox vaxt pis rəftar etməsinin səbəbi nədir? Cavab verirəm. Çox vaxt başqalarının sizə pis rəftar etməsinin səbəbi sizin şəxsən özünüzün ona şərait yaratmağınız və öyrətməyinizdir ki, sizinlə belə pis rəftar etmək olar və bu yaşıl işıqdır. Ona görə, əgər biri sizə pis davranırsa, ilk öncə özünüzə bu sualı vermək lazımdır. Görəsən, onun mənə pis rəftar etməyində mənim şəxsən rolum nədən ibarətdir? Onun mənə pis rəftar etməyində şəxsən mən nə qədər yatırım eləmişəm və ona nələri öyrətmişəm. Diqqətinizə görə minnətdaram. Sağ olun.